Paltar yuyan və soyuducu hansı nitq hissələrdir? Məndən qabaq öz fikirlərinizi yazın, ondan sonra keçək izaha. Paltar yuyan nitq hissəsi olaraq nədir? Sifət. Soyuducu nitq hissəsi olaraq nədir? İsim. Niyə? Gəlin baxaq. Haqlı olaraq soruşacaqsınız. Ay müəllim, paltar yuyan əşyadır axı. Nə? Paltar yuyan. Məsələn, paltar yuyan paltarları yudur. Nə? Qulaq asın. O cihazın adı paltar yuyan yox. O cihazın adı maşındır. Maşın var minik maşını, maşın var paltar yuyan maşın, maşın var qab yuyan maşın. Bu həmin sözün əlamətidir. Yəni maşının əlamətidir. Baxın, paltar yuyan maşın da ola bilər. Paltar yuyan toz da ola bilər. Paltar yuyan maye də ola bilər. Paltar yuyan insan da ola bilər. Qısası, paltar yuyan bir əşyanın adı deyil. Həmin o əşyanın, əşya dedikdə qrammatikadakı əşyadı nəzərdə tuturam, o əşyanın əlamətidir. Ona görə paltar yuyan yadda saxla, sifətdir. Nəyinsə əlamətini bildirir. Gəldik soyuducu sözünə. Bunun kimi qızdırıcı sözü də var. Baxın, qızdırıcı və soyuducu. Qızdırıcı sifətdir. Nəyə görə qızdırıcı sifət, soyuducu isimdir? Sənə desəm ki, get soyuducudan su gətir və ya get soyuducunu söndür. Gedib nəyi söndürəcəksən? Bu, indi rus sözlərindən izah eləyəcək. Gedib soyuducunu, yəni xaladenik deyirik də, gedib onu söndürəcəksən, düzdürmü? Soyuducunu söndürəcəksən ki, o buz olan hissəni, buzda falan söndürəcəksən. Gedib şkafı açmayasın ki, soyuducuya göndərəndə. Gedib maşını açmayasın ki, paltar yuyan maşını. Birbaşa soyuducunun üstünə gedəcəksən. Yəni, o əşyanın adıdır soyuducu. Ona görə isimdir. İndi bax, qızdırıcı. Qızdırıcı niyə sifətdir? Çünki bir əşyanın əlamətidir. Sənə desəm ki, qızdırıcını yandır. Səndən hansı qızdırıcını istəyirəm? Qızdırıcı çoxdur. Kondisioneri istəyirəm, yoxsa pilətəni istəyirəm, yoxsa biz atopleni deyirik, atopleni istəyirəm. Yəni, qızdırıcı əşyalar çoxdur. Məsələn, feyin də ola bilər, düzdürmü? Quruducu, qızdırıcı. Mən səndən hansını istədim? Bilmirsən, çünki bu əşyanın əlamətidir. Qızdırıcı əlamət olduğuna görə sifətdir. Soyuducu isə isimdir. Onlayn sınaq, mətn və dərs qruplarımıza qoşulmaq üçün 055 597 01 51 nömrəsinə yaza bilərsiniz. Bu qədər, sağ olun.